Həftəlik bürclər Qoç, Şiroxatan bürclərini 22 dekabrdan 29 dekabra doğru nələr gözləyir? Birinci Qoç, Şiroxatanlara baxaq. Biraz həftə qarışıq həftə olacaq. Qoçlardan başlayaq. Bu həftə qoçlar etdiyiniz səhvlərin üzə çıxması var. Etdiyiniz günahların üzə çıxması var. Biraz buna fikir verin. Çünki bəzi etdiyimiz səhvlərin elə bir bu həftə cəzalanması, bu həftə geridə qalmış bir nüansınız olacaq. Özünüzü ifadə edə bilməyəcəksiniz, haqlı olduğunuzu sübut edə bilməyəcəksiniz. Yarımçıqlıqlarınız sanki həftə boyu davam eləyəcək və özünüzlə necə edəcəyinizi, necə davranacağınızı, necə danışacağınızı, hansı istiqamətə doğru aktivləşəcəyinizi stabilləşdirə bilməyəcəksiniz. Bu həftə ən gözəl bir məqamda getməklə bağlı planlar qurursunuz. Şəhər olaraq, rayon olaraq, ölkə olaraq, maşınla əlaqədar, yolla əlaqədar nə istəyirsiniz, onları əldə edə bilərsiniz, planlar qura bilərsiniz, özünüzü stabilləşdirə bilərsiniz. Maddisal olaraq bu həftə bir balaca israf həftəsi olacaq. Yəni alqı-satqı ilə əlaqədar lazımdan çox maddisal sərf eləyəcəksiniz. Ailənizə ola bilər, özünüzə ola bilər. Burada nüans var bir balaca. Yenə deyirəm, dövlətlə, rəsmiyyətlə əlaqədar bəzi problemləriniz olacaq ki, onları da həll eləyəcəksiniz ayın 27-sinə qədər. Narahat olmayın. Sadəcə qarışıq həftədir. Səhvləriniz üzə çıxacaq, gizlətdikləriniz üzə çıxacaq, narahatçılıqlarınız üzə çıxacaq. Öz ruhsal enerjinizi stabilləşdirə bilmədiyiniz üçün boşluqda qalacağınız bir nüans olacaq. Amma baxmayaraq 68-69%-ə qədər həftənizi qurula edə bilərsiniz. Auravız bulanıq auradır. Yəni insanların da bir hərəsinin gəlib sizə bir balaca, bir toxunuşu, bir mənfili, bir negativli olacaq ki, sizin stabiliyinizi pozacaq. Ox atanlar və şirlər. Şirlər keçmişdən gələn insan, keçmişdən gələn tanıdığınız bir insanların bu həftə sizə axını var. Sevgi olaraq, münasibət olaraq, iş təklifi olaraq, dostluq olaraq, fikirlər olaraq, psixoloji təsirlər olaraq sizə doğru aktivləşməsi var. Bu həftə şəxsiyyətlə bağlı tam istədiyinizi əldə edə bilməyəcəksiniz. Elə bir istədikləriniz bu həftə şirlər yarımçıq qalacaq. Özünüzü yeni bir alana doğru aparmağınız, özünüzü yeniləməyiniz çətin olacaq. Çoxdan da gözlədiyiniz pul, iş, təkliflər, maddisal sferə baxımından aktivləşməyiniz olacaq ki, sizin işinizi, sizin gedişatınızı uğurlu bir vəziyyətə sala bilər və şanslı nüansda aktivləşə bilərsiniz. Şirlər, bu həftə dostluğunuzun, düşməninizin kim olduğunu yüksək səviyyədə seçəcəksiniz. Yəni, kimin sizə necə yanaşdığını, hansı formada sizə doğru gələcəyini çox yüksək formada aktivləşdirməyə bacaracaqsınız. Yəni, hər puzzle'ın öz yeri olduğunu, hər daşın öz yeri olduğunu biləcəksiniz. Çox da böyük məntiqdən istifadə etməyə ehtiyac yoxdur, maddisalınızı stabilləşdirəcəksiniz. Sadəcə sevgi, diqqət o qədər çox tələb eləyəcəksiniz, istədiyinizi tam əldə edə bilmədiyiniz üçün küskünləşmiş bir vəziyyətdə qalacaqsınız. Şirlər. Həftənizi uğurlu edə bilərsiniz 76%-ə qədər, çünki maddisal enerjiniz aktivdir və sizi qidalandıracaq. Amma və lakin ox atanlara gələndə. Ox atanlar bu həftə o deyil, bu həftə lazımsız olduğunuzu, xəyanətə uğradığınızı, sevilmədiyinizi və gözləntilərinizin yarımçıqlıqda olduğunuz bəzi nüanslar olacaq. Balaca bir uşaqdan fərqiniz olmayacaq. İstəklərimiz, arzularımız, hərəkətlərimizin hamısı zaman çərçivəsinə doğru yarımçıqlıqda olacaq. Çünki bu həftə uçurum ola bilər, pul maddiyatla bağlı itkiniz ola bilər, maddisal gözləntiləriniz istədiyiniz formada olmayacaq. İstədiyiniz hər şeyi zaman çərçivəsinə doğru sağlam formada əldə edə bilməyəcəksiniz. Elə bir boşluqlarınız o qədər yüksək səviyyədə olacaq ki, həm maddi cəhətdən, həm insanları özünüzü ifadə etmə cəhətdən, həm valideynlərinizlə əlaqədar burada kritiklər var. Üst səviyyənin narahatçılığı var ki, özünüzü aktivləşdirə bilməyəcəksiniz. Bu həftə nəfsinizin qurbanı ola bilərsiniz. Bu həftə etdiyiniz bəzi sözlər və fikirlər, belə deyim də, öz nəfsinizə görə, öz istəklərinizə, öz mənciliyinizi aktivləşdirərək hər şey yarımçılığa doğru apara bilərsiniz, amma buna məncə ehtiyac yoxdur. Ümumi dəyərləndirsək, maddisal itki var, şəxsiyyətlə bağlı itki var, yediyiniz, içdiyiniz qidalara fikir verin, çünki mədənizdə problemlər baş verəcək, onurğavıza doğru sinirsel toxumalarda problem verəcək, gözünüzlə əlaqədar problemləriniz olacaq. Bunlara fikir verin. Bu həftənin zəif bəndlərindən biri ox atanlar məncə sizlərsiniz, çünki itkiləriniz mənəvi olaraq, maddi olaraq çox olacaq və harada dayanmaq lazım olduğunu siz stabilləşdirə bilməyəcəksiniz. 62%-ə qədər ox atanlar həftənizi uğurlu edə bilərsiniz.